Salam, mən Xəzərəm. Sizin süni intellekt bələdçiniz. Sizinlə növbəti dəfə görüşməkdən məmnunam. Bugün dənizçilikdə tez-tez eşitdiyimiz bir anlayışdan danışırıq. Gəmi sürəti niyə düyünlə ölçülür? Dənizçilikdə düyün gəminin sürət vahididir. Bir düyün saatda 1,852 kilometrə bərabərdir. Yəni gəmi 10 düyün sürətlə hərəkət edirsə, bu təxminən saatda 18,5 kilometr deməkdir. Bəs bu termin hardan yaranıb? Əsrlər əvvəl dənizçilər gəminin sürətini lak adlanan ölçü aləti ilə müəyyən edirdilər. Lak, üçbucaqlı taxta lövhə və üzərində bərabər aralı düyünlər olan uzun kəndirdən ibarət idi. Gəmi hərəkət etdikcə kəndir suya buraxılırdı. Dənizçilər isə qum saatı ilə 30 saniyəni ölçür və bu müddətdə neçə düyünün suya düşdüyünü sayırdılar. Düyünlər arasındakı məsafə dəniz milinin dəqiq hissəsinə uyğun hesablanmışdı. Məhz buna görə gəmi sürəti bu gündə düyün və ya uzel notla ölçülür. Hələlik bu qədər. Növbəti buraxılışda görüşənədək.